Joseph hər gün eyni restoranda işləyirdi. Sifarişlər, masalar, səs-küy. Amma onun içində başqa bir həyat vardı. Hər gün eyni səhvlər, eyni danlanmalar, eyni yorğunluq və getdikcə ağırlaşan bir həyat. Sonra həyatına biri daxil oldu. Ona sadəcə işi yox, düşünməyi öyrətdi. Və Joseph ilk dəfə fərqli bir yolun mümkün olduğunu hiss etdi. O hələ də eyni yerdə idi, lakin eyni insan deyildi. İçində dəyişən bir şey vardı və o dəyişmə artıq dayanmayacaqdı. İnsan da baramuqurdu kimidir. Əvvəl qaranlıqda qalır, lakin içində dəyişir. Sonra bir gün özünə çevrilir. Həyat da müdrik müəllim kimi bizə hər şeyi bir anda vermir. Çünki inkişafımızın əsas şərti səbirli olmaq, arzulara çatmaq üçün səy göstərməkdir.